Salam, hər vaxtınız xeyir olsun. Güvəndə hidrostatik təzyiq Birləşmiş Qablar Qanunu atmosfer təzyiqi bölməsində test C-nin izahlarına baxırıq. Sual 1. Birləşmiş qablarda su ilə kerosinin səviyyələri arasındakı fərq 6 sm-dir. Bu zaman biz yazarıq ki, H kerosin çıxılsın, H su bərabərdir 4 sm. Burada niyə kerosindən suyu çıxırıq? Çünki birləşmiş qablara görə sıxlığı çox olanın hündürlüyü az olur, sıxlığı az olanın hündürlüyü çox olur. Çünki sıxlıqla hündürlük tərs asılıdır. İndi burada da kerosin 800-dür, su da 1000-dir. Kerosinin sıxlığı daha az olduğu üçün hündürlüyü daha çoxdur. Biz də hündürlük böyükdən kiçiyə çıxırıq deyə H kerosin çıxılsın, H su bərabər 4 yazdım. Bizdən isə istəyir ki, kerosin sütunun hündürlüyünü tapaq. Kerosin tapmalıyıqsa, burada suyu taparıq, əlimizə dəyişən yaradarıq. H suyu tapsaq, digər tərəfə keçirdirik. Olacaq H su bərabərdir, H kerosin çıxılsın 4-dür, bu tərəfə keçirdirik. Bu şəkildə yazırıq. Daha sonra isə üzürlü sayın fərqi bizə 6 veribdir. Burada 6 düzəldək. Daha sonra isə bizə deyir ki, demək, kerosin sütunun hündürlüyünü hesablayın. Yazırıq H kerosin sual. Rho ilə H tərs olduğu üçün Rho su bölünsün Rho kerosin bərabərdir. H kerosin bölünsün H su. Verilənləri yerinə qoysaq, H suyu bizə 1000 veribdir. Yazırıq 1000 bölünsün H kerosini isə 800 bərabərdir. Rho kerosin. Rho kerosin H kerosini bizə verməyibdir. Kerosin sütunun hündürlüyünü istəyir. H kerosini saxlayarıq olduğu kimi. H suyun da yerinə H kerosin çıxılsın 6 yazarıq. İxtisarlarımızı aparsaq, olacaq burada 4, burada 5. Çalçarpaz vursaq 4 vurulsun H kerosin bərabərdir. 5 H kerosin çıxılsın 30. Bunu digər tərəfə, bunu isə bu tərəfə keçirdərik. Olacaq 5-dən 4 çıxanda 1 H kerosin bərabərdir 30-a. Ona görə doğru cavabımız birinci sualda D variantı olacaq. Sual 2. Oturacağının radiusu R olan silindrik qaba hansı hündürlükdə su tökmək lazımdır ki, deməli, bizdən soruşur H-ı. H-a sual yazıram. Demək, onun qabın divarına göstərdiyi orta təzyiq qüvvəsi, yəni yazırıq ki, F divar, deməli, oturacağa göstərdiyi təzyiq qüvvəsi 2 dəfə böyük olsun. Yəni, bərabər olsun 2 dənə F oturacağa. Bizə verdiyi şərt budur. F divar bərabərdir 2 F oturacaq. İlk öncə divara göstərdiyi orta təzyiqi tapsaq, yazarıq ki, F divar bərabər. Bizə qabın divarına göstərdiyi orta təzyiq qüvvəsi deyir. Onda P daha doğrusu, P orta vurulsun S yazarıq. Yəni F divar bərabərdir P orta vurulsun S divar. Orta təzyiq qüvvəsinə ρGH böl 2 yazarıq. S divara isə burada oturacağın radiusu R olan silindrik qabın deyir. Yadınıza saxlayın, silindirin yan səthinin sahəsi, yəni silindirin divarın sahəsi, belə desək loru dildə, divarın sahəsi düsturu belədir. Yazaq ki, S yan bərabərdir 2 pi R H. Yəni düsturu budur. Bu da necədir? Yəni divarın sahəsini tapmaq üçün əsas divarın uzunluğu vurulsun hündürlük yazırıq. Yəni ki, belə deyək də, dairənin burada 2 piyer yazmışam. Bu 2 piyer dairənin uzunluğudur. Yəni ki, biz də yazırıq ki, dairənin uzunluğu vurulsun hündürlük. Gətirib S divara yazarıq o zaman bu düsturu. 2 pi R vurulsun H-ı. Bunu bu şəkildə saxladıq. Daha sonra isə bir də oturacağı istəyir. F oturacaq bəs nəyə bərabərdir? Gəlin yazaq. Gəlin buradan yazaq. F oturacaq da bərabərdir. Deməli, P vurulsun S düsturuna görə. Biz də P-yə gətirib burada ρGH yazarıq. Hidrostatik təzyiq. S-in də yerinə pi R kvadratı yazarıq. Pi R-in kvadratı bu şəkildə. Daha sonra isə bizə verdiyi şərtə görə biz bu şərti nəzərə almalıyıq. Yəni, F divar 2F oturacaqdır. Ona görə də F divara burada tapdığımız, baxın, bunu yazarıq. Oturacağı isə bunu tapmışıq, bunu yazarıq. Bu
Bu zaman F divarının yerinə yazıram. Rho, J, H bölünsün 2 vurulsun 2 pi R vurulsun H bərabərdir. 2 vurulsun çünki burada 2 var. Oturacağın da düsturuna bu yazdıq axı. Yəni rho, J, H vurulsun pi R-in kvadratı. Gəlin ixtisarlarımızı eləyək. Demək, ixtisar gedir rho və J-lər. Sonra H-lar ixtisar aparırıq. Bu 2 ilə bu 2-ni aparsaq, pi və pi ixtisar gedəcək. R-in kvadratı da R-lə gedəcək. Yəni biz aldıq ki, bizim H-ımız bərabərdir 2R. Radiusda böyük R yazdığı üçün cavab olacaq. 2 vurulsun böyük R. Doğru cavabımız ikinci sual üçün C variantı olacaq. Sual 3. Oturacağının radiusu 1 metr olan silindrik çəndə 2 metr hündürlüklü su var. Suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsini hesablayın. Rho su 1000-dir, J də 10-dur, pi də 3-dür. Demək, təzyiq qüvvəsi F-dir. F bərabər PS yazarıq və demək, burada su olduğu üçün hidrostatik təzyiqi nəzərə alsaq, rho GH vurulsun. Oturacağın radiusu olduğu üçün S-in də yerinə pi R kvadrat yazarıq. Verilənləri yerinə yazaq. Rho-nun qiyməti 1000 vurulsun, J-si 10-dur. H-ımız 1, pi 3, R-imiz isə 1-dir. Bunu hesablasaq, demək, hər şeyi düzgünmü yazdıq? Radius 2 metr hündürlük. H-a 2 yazmaq lazımdır. 3 dəfə 2, 6. 4-dən də 0 artırsaq, olacaq 60.000 Newton. Kilonewtona çevirsək, 1000-ə bölürük, olacaq 60 kilonewton. Doğru cavabımız A. Sual 4. Silindrik qabda 2 litr su vardır. Bu qaba əlavə olaraq 3 litr su tökülərsə, K nöqtəsindəki hidrostatik təzyiq necə dəyişər? Baxın, ilk öncə bunun həcmi gördüyümüz kimi 2 litrdir. V1-ə bərabər 2 litr yazırıq. Daha sonra isə biz bunun üzərinə 3 litr də su töksək, həcm ikinci halda olacaq 5 litr. Çünki 2 litr vardı, 3 litr də töksək, həcmləri toplayacağıq, olacaq 5 litr. Düstur yazsaq, hidrostatik təzyiqin P bərabərdir rho J H. Bilirik ki, həcm bərabərdir sahə vurulsun hündürlük. Buradan hündürlüyü tapsaq, həcm bölünsün sahə. Gətirib burada rho J-ni yazıb, hündürlüyün də yerinə həcm bölünsün sahə yazarıq. Və bu düstura əsasən də bunun silindrin sahəsi dəyişmir ki, zaten su töksəkdə yenə eyni sahəsi var, dəyişməyəcəkdir. Biz yenə də su əlavə edirik deyə rho su 1000-dir suyun, rho dəyişməyəcək, J də sabitdir. Bu zaman yerdə qaldı təzyiqlə həcm. Bunlar da görürük ki, düz asılıdırlar. Onda belə çıxır ki, həcm əvvəl 2 litr idi, oldu 5 litr, 2,5 dəfə artdı. Bu zaman hidrostatik təzyiq də 2,5 dəfə artacaq. Cavab C. Sual 5. Oturacağının sahəsi 3S olan silindrik qabdakı suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsi F-dir. Demək, bu suyu oturacağının sahəsi S olan digər silindrik qaba töksək, həmin qabda təzyiq qüvvəsi nə qədər olar? Baxın, həcm bərabərdir, sahə vur hündürlük, düzdür? Biz gətirib, baxırıq ki, əvvəlcə sahəsi 3 dəfə artdı. Onda hündürlük H olacaq. Məsələn, bu oldu H. İndi biz S olan qaba töksək, sahəsi 3 dəfə azaldığı üçün onda hündürlüyü 3 dəfə artar. Çünki burada eyni həcmdəki sudur da, həcm dəyişməsin deyə sahə ilə hündürlük qabaq-qabağa tərsdir. Sahəsi 3 dəfə artanda hündürlük 3 dəfə azalır. Sahəsi 3 dəfə azalanda hündürlük 3 dəfə artır. Ona görə də həcmi dəyişmir. Yəni biz gətirib P bərabərdir rho GH düsturunda rho vurulsun J, daha doğrusu F bərabərdir. Burada bizdən soruşur təzyiq qüvvəsi. F bərabərdir rho GV. F bərabər, çünki rho GH təzyiqin düsturudur. Baxın, F bərabərdir, yazarıq ki, rho GV, V-nin də yerinə aparıb SH yazarıq. Və dediyimiz kimi, sahə artanda hündürlüyü azaldı, sahəsi azalanda hündürlüyü artdı. S ilə H bir-birini tarazlaşdırdılar, dəyişmədilər, çünki həcm sabit qalır da, eyni həcmdəki suyu digər qaba tökürük. Rho zaten sabit, J sabit, ona görə təzyiq qüvvəsi yenə də F olaraq qalacaq və dəyişməyəcək. Sual 6.
K kranı açılmadan öncə bir nöqtəsində hidrostatik təzyiq P-dir. Bir nöqtəsində. K kranını açandan sonra həmin nöqtədə hidrostatik təzyiq nə qədər olar? Ümumiyyətlə, bu məsələlərdə həcmin bərabərliyi ilə yazmaq olar. Çünki eyni qədər sudur da, kranı açanda yenə də dolacaq da, yarı-yarıya məsələn dolacaq. Yəni, bunlarda həcmlərin bərabərliyini yaza bilərik. Həcmlər dəyişmir. Ona görə də birinci həcm bərabərdir, düsturu yazaq, sahə vurulsun hündürlük. İndi isə nəzərə alsaq, birincinin deməli, sahəsi 2S-dir, H-ı da H-dır. Ona görə yazarıq ki, 2S vurulsun H, üstə gəlinsin, çünki kran açında bunların ikisi qarışacaq. Bu da 4S-dir, S-dir daha doğrusu, H-ı 4H-dır. Yəni, yazarıq ki, S vurulsun 4H. Bu eləyəcəkdir 6SH. Demək, birinci halda 6SH-dır. Mən bu kranı açsam, bu zaman 6SH bərabər olacaq. Bunlar belə deyək də, kranı açdığımız zaman hansısa bir hündürlüyü qədər dolacaqlar və birləşmiş qablar olduqlarına görə bunların ikisi də eyni səviyyə çatıb dayanacaq. Ona görə də yazırıq 2S vurulsun, çünki bunun S-i 2S-dir. HX, çünki bilmirik də kranı açandan sonra bunların hündürlükləri nə qədər dəyişəcək. Üstə gəlinsin, deməli, yazmışdıq ki, 2S HX üstə gəlinsin, kranı açanda bunda S-dir. S vurulsun HX-a. Bu da eləyəcək 6SH bərabərdir. Bu SH-dır, bu da 2SH. Toplayanda eləyəcək 3SHX-a. S-lərimiz ixtisar gedəcək. HX-ı da tapsaq olacaq 6H bölünsün 3. O da eləyəcək 2H. İxtisar elədiyimiz zaman HX-ımızın 2H olduğunu tapdıq. Və əgər ki, HX-ımız buradakı suyu birdə istəyir də, daha çox doldu. Ona görə hündürlüyü 2 dəfə artdı deyə, bunun hidrostatik təzyiqi də 2 dəfə artacaq. Çünki hidrostatik təzyiq P bərabər ρGH-dır. H 2 dəfə artdı deyə təzyiq də 2 dəfə artmış olacaq. Yəni, 6-cı sualımızın cavabı olacaq Y variantı. Davam edirik 7-ci sualımızla. Deyir, arakəsmə ilə bərabər hissələrə ayrılmış qaba şəkildə göstərilən kimi su tökülür. Qabın dibinin BC hissəsinə suyun göstərdiyi hidrostatik təzyiqin zamandan asılılığını hansı qrafik düzgün ifadə edir? Deyir ki, krandan vahid zamanda tökülən suyun həcmini sabit qəbul etməli. Baxın, bizdən istədiyi BC hissəsinə tökülən suyun göstərdiyi hidrostatik təzyiqin asılılıq qrafikidir. İlk öncə biz baxırıq ki, BC hissəsinə baxsaq, yəni bu hissəyə, əvvəlcə su töküldüyü zaman ilk öncə AB hissəsi dolacaq, çünki ara kəsməsi var deyə BC-yə tökülmür. Birinci AB hissəsi dolur deyə, birinci halda bunun təzyiqi dəyişmir. Yəni ki, burada sabitdir. Bura dolandan sonra artıq başlayır bura su tökülməyə və bura su tökülür deyə, baxın, dayaz qabda, enli qab deyil də, dayaz qabda daha tez dolur hündürlük. Ona görə təzyiq daha çox artır. Daha sonra bura dolandan sonra artıq burada enli qab başlayır dolmağa. Enli qabda da hündürlük gec dəyişir də, düzdür? Çünki həm də ki, düşünün də, biri var ki, 1 litr suyu bu qaba tökəsən, bu qədər hündürlük tutur. Bir də var ki, enli qaba tökəsən, orada artıq daha az hündürlük tutur. Ona görə hündürlük biraz azalır deyə təzyiq əvvəlki qiymətindən biraz daha az olur. Yəni, 7-ci sualımız B variantı olur. Sual 8. Həcmi 8 litr olan birinci silindrik qab boş, ikinci isə, baxın, 2 litr olan ikinci silindrik qab isə su ilə doldurulmuşdur. Deyir, K kranını açdıqda A nöqtəsindəki hidrostatik təzyiq necə dəyişər? Silindrik qabları birləşdirən borunun həcmi nəzərə alınmır. Onda belə yazaq. Burada da həcmlərə, biz burada sahələri tapmaq istəsək, yazarıq ki, bilmirik də sahəsini. Ümumiyyətlə, həcmin düsturu V bərabər SH-dır. Birincinin həcmi, birincinin sahəsini bilmirik də, yazarıq S1 vurulsun. Hər ikisinin hündürlüyünə gəlin H deyək. S1 vurulsun H, çünki H-ları eynidir də bunların. Bərabərdir 8 litrdir həcmi, 8-ə. İkinci üçün yazsaq da, yazarıq ki,
S2 vurulsun H bərabərdir 2-yə. Gətirib bunları bir-birinə bölsək, gəlin buradan yazaq. Yazaq ki, S1 vur H deməli bərabərdir 8-ə. Digərinə də yazsaq, S2 vur H bərabərdir 2-yə. Tərəf-tərəfə bölsək, H-lar gedir, bunun da bu gedir, 4 qalır. Yəni, alırıq S1 böl S2 bərabər 4-ə. Bunları çal-çarpazda vursaq, eləyəcək S1 bərabər 4S2. Deməli, aydındır ki, birincinin sahəsi ikincinin sahəsindən 4 dəfə çoxdur. Bunu burada qeyd edirəm, bu bizə lazım olacaq. Deməli, bizim S1-imiz oldu 4S2. Davam edirik. İndi isə görürük ki, ikinci qab ağzına qədər doludur və biz krantı açsaq 1 ilə 2, yəqin ki, ortalama hardasa bura qədər bir hündürlüklə dolacaq. Tam-tamına dolu olan ikinci qabdır. Ona görə yazarıq ki, S2 vurulsun H, həcmlərin bərabərliyi nəzərə alıq. Birləşmiş qablarda həmişə həcmlərin bərabərliyi ilə gedin. S2 vurulsun H bərabərdir. Birincini bilmirik də. Yazarıq ki, S1 vurulsun HX, hündürlüyünü bilmirik. Amma bu dolu olana H demişdik. HX üstə gəlinsin, S2 vurulsun HX yazarıq. Onda yazarıq S2 vurulsun H bərabərdir. Biz axı burada S1-ə 4 S2 almışıq. Burada nəzərə qoysaq, burada S1-in yenə burada tapdığımız 4 S2-ni yazırıq. Vuruq HX-a. Üzərinə gəlirik S2 vurulsun HX-a. Biz də bunları toplasaq olacaq S2 vur H bərabərdir. 5 vurulsun S2 vurulsun HX-a. Deməli, S2 ilə S2-ni ixtisar aparsaq, H bərabər 5 HX alıq. HX da tapsaq olacaqdır, H bölünsün 5. Deməli, biz HX-a H bölünsün 5 aldıq. Bu deməkdir ki, hündürlük 5 dəfə azaldı. P də bərabərdir ρh olduğuna görə, əgər ki, hündürlük 5 dəfə azaldısa, onda hidrostatik təzyiq də 5 dəfə azalar. Yəni, doğru cavabımız 8-ci sualda C variantı olacaq. Davam edirik 9-cu sualımızla. Deyir ki, birləşmiş qablarda su ilə yağın səviyyələri arasındakı fərq 4-dür. Biz bayaq dediyimiz kimi, baxın, deyirdik ki, sıxlıqla hündürlük tərs asıldı. Yağın sıxlığı azdır, hündürlüyü çox olacaq. Ona görə biz H yağ çıxılsın, H su bərabər 4 yazarıq. Bizdən su sütununun hündürlüyünü soruşur. Ona görə də buradan yağı dəyişən kimi çıxartsaq, H yağ bərabər olacaqdır. Deməli, bu su bu tərəfə keçər. 4 üstə gəlinsin, H su. Ro suyun və ro yağın da qiymətlərini verib. Birləşmiş qablarda ro ilə H tərs asılı olduğu üçün yazıram. Ro su bölünsün, ro yağ bərabərdir. H yağ bölünsün, H suya. Deməli, ro suya yazırıq 1000 bölünsün, ro yağa 800 bərabərdir. H yağın qiymətinə yazırıq 4 üstə gəl H su bölünsün, H suyu da saxlayırıq. İxtisar eləsək, 4 burada, 5 burada qalar. Çal-çarpaz vursaq, yəni bunu bu tərəfə vursaq, olacaq 4 dəfə 4, 16 üstə gəlinsin 4 H su bərabərdir. Bunu da bu tərəfə vursaq, olacaq 5 vurulsun H suya. Demək ki, bunu bu tərəfə keçirtsək, olacaq 5 H su çıxılsın, 4 H su bərabərdir 16, H su da bərabərdir 16 santimetr. Bizdən də desimetrdən istəyir deyə, biz də bunu 10-a bölsək eləyəcək 1,6 desimetr. Sonra 10-cu suala keçirik. Birinci boruda H bərabər 8 cm hündürlüklü bir cins maye var. Kranı açdıqdan sonra maye ikinci boruda hansı hündürlüyə qalxar? Yadınızda saxlayın, yenə həcmin bərabərliyindən yazarıq. Onda yazaram ki, 3S vurulsun, su bu dəqiqə burada maksimal H-dadır. 3S vurulsun, böyük H bərabər. Krantı açanda da 3S-dən 2S-in hər hansısa bir hündürlüyünə də olacaq. İkisinin ortalamasına. Yəni ki, 3S vurulsun, HX üstə gəlinsin, bu 3S-dir. Bu da S-dir deyə, S vurulsun, HX. Biz də bunları toplasaq, 3S vurulsun H bərabər, 4S vurulsun HX-a. S-ləri aparsaq, HX-ı tapsaq, olacaq HX bərabər 4 məxrəcə, 3H-da sürətə. Bu da eləyəcək. Demək, bu şək 3H bölünsün 4. H-ın qiymətini 8 verdiyinə görə,
Gətirib nəzərə alsaq, olacaq 3 vurulsun 8 bölünsün 4. İxtisar aparsaq cavab eləyəcək 6 santimetr. Cavabı da santimetrlə istəyir deyə çevirməyə ehtiyac yoxdur. Sual 11. Suyun qabların diblərinə göstərdiyi təzyiqlər P və təzyiq qüvvələri F arasındakı hansı münasibət doğrudur? Baxın, hər ikisi su ilə doludur. Yazaram P bərabərdir ρ/H. Hər ikisinin hündürlüyü H-dır deyə H dəyişmir. Hər ikisi J 10-dur. J-nin qiyməti yerdə sabit 10-dur. Və hər ikisi su ilə doludur. Bu da su ilə doludur. Bu da suyun da sıxlığı stabil olaraq 1000-dir. Ona görə rho da dəyişmir. Heç bir şey dəyişmir deyə bərabərliyin sağı və solu bərabər olmalıdır. Əgər sağ dəyişmirsə, sol da dəyişə bilməz. Ona görə P1 bərabər P2 olur. 2-ni götürürük. Bəs F bərabərdir. P vurulsun S. P dəyişmədir deyə F S-dən düz asılıdır. Əvvəl S idi, olacaq 2S. İkinci daha çox olduğu üçün F2 bərabər 2F1-dir deyə bir də 6 doğru cavabdır. Fərz eləyin, S1 S-dir, S2 də 2S-dir burada. Bu S-dir, bu da 2S-dir. F S-dən düzdür deyə onda yazarıq ki, F1 bölünsün F2 bərabərdir, S1 böl S2. Yəni F1 böl F2 bərabərdir, S1-imiz S, S2 də 2S-dir. S-lər ixtisar gedər, çarpaz da vuranda olacaq F2 bərabərdir 2F1. Yəni əgər ki, baxanda görə bilmirsinizsə, asılılıqla görə bilərsiniz. 2 və 6. 12. Oturacağının sahəsi 2S olan silindrik qabda bir cins maye var. Bu mayeni oturacağının sahəsi S olan kifayət qədər hündür silindrik qaba töksək, qabın dibinə düşən təzyiq və təzyiq qüvvəsini istəyir. Demək, birinci hidrostatik təzyiqdən danışsaq, P bərabərdir ρ/H-dır. Baxın, sahəsi daha çox olduğu üçün bunun hündürlüyü azdır. Amma sahəsi 2 dəfə az olan qaba töysək, hündürlük 2 dəfə çox olacaq. Məsələn, hündürlüyü daha çox olacaqdır deyə, H artır deyə, hidrostatik təzyiq artır. Yəni, 1-i götürürük. Lakin təzyiq qüvvəsi F bərabərdir. Gəlin MC yazaq. Təzyiq qüvvəsini bu qabı hara tökürük tökək, mayenin kütləsi dəyişməyəcək və J də sabit olduğu üçün təzyiq qüvvəsi dəyişməz. Ona görə də həm də ki, bu şəkildə sahəsi, baxın, bunu nətər tapdıq? V bərabər SH-dır da, eyni həcmli sudur zaten, həcmi dəyişmir. Ona görə sahəsi azalırsa, hündürlüyü artır. Yəni, V bərabər SH-a görə bir-birlərini tarazlaşdırırlar. Ona görə dəyişməz qalır. Davam edirik 13-cü sualımızla. 13-cü sualımızda isə bizə deyir ki, hansı ifadələr doğrudur? Bizə deyir ki, bir hissəsi su ilə doldurulmuş ağzı bağlı qabı tərsinə çevirdikdə və nələr baş verər? İlk öncə yadınızda saxlayın ki, ağzı bağlı qabdır da, doldurulmuş ağzı bağlı qabdır. Bunu tərsinə çeviriksə, bunun çəkisi dəyişməz. Çünki ağzı bağlı qab olduğu üçün çəkisi dəyişmir. 3 düzdür. Bəs qabın dibinə düşən hidrostatik təzyiqi soruşursa, deyirsiniz ki, qabın dibinə düşən hidrostatik təzyiq, baxın, qabı tərsinə çevirsək, belə bir qab olacaq. Qabın bura enli hissəsi idi deyə düşən hündürlük biraz azdır. Amma burada, baxın, ensiz olduğu üçün biraz daha çox hündürlük olacaqdır. Ona görə P bərabərdir ρ/H olur deyə, dayaz hissədən daha çox hündürlüyü artır deyə. Hündürlüyü artır deyə təzyiq də artır. Ona görə qabın dibinə düşən hidrostatik təzyiq artır. Yəni cavabımız 3 və 4-dür. Daha sonra keçirik 14-cü sualımıza. Deyir ki, uyğunluğu müəyyən edin. Su doldurulmuş bağlı qab tərsinə çevrildikdə. Qab tərsinə çevrildikdə qabın döşəməyə göstərdiyi təzyiq bərk cisimlərdəki təzyiqdir. P bərabər F bölünsün S. Bu düstura görə P və S tərs asılıdır. Ona görə tərsinə çevirsiniz. Əvvəlcə 2S idi. Tərsinə çevirsiniz S olacaq. Sahəsi 2 dəfə azalır deyə təzyiq 2 dəfə artır. Yəni 1-ə gedəcək B. 2-yə baxsaq, mayenin qabın dibinə göstərdiyi təzyiq hidrostatik təzyiqdir. Onda P bərabər ρ/H-dır. Qabı hara fırlayırsınızsa fırlayın, ρ-su dəyişmir. Sudur hər ikisində. Hər ikisi suyun sıxlığı da 1000-dir. Burada da 1000-dir, burada da 1000-dir. Sonra J-si də dəyişmir,
və hündürlük də h olduğu üçün h da dəyişmir. Ona görə hidrostatik təzyiq dəyişməz. 2-yə gedəcək A. Bəs təzyiq qüvvəsi deyirsiniz F bərabər P vur S-dir. Mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi. Hidrostatik təzyiq olur deyə burada rho, J, H vurulsun S yazırıq. Və bayaq dedik ki, rho, J, H dəyişmədi. F də S-dən düz asılı olduğu üçün sahə S, deməli 2S-dən S-ə gəldi deyə sahəsi 2 dəfə azaldı. Ona görə də təzyiq qüvvəsi də 2 dəfə azalar. 3-ə də gedir S. Və beləliklə axırıncı 15-ci sualımıza keçirik. Davam edirik 15-ci sualımızla. 15-ci sualımızda deyir ki, 3 müxtəlif qabda eyni növ maye vardır. İndi isə biz bunların göstərdikləri, deməli, birinci qabdakı mayenin çəkisi, ikinci və üçüncü qabdakı mayelerin çəkilərini gəlin müqayisə edək. Birinci baxırıq ki, S-dir, aşağısı isə 2S-dir. Demək, ona görə də birinci S, ikinci 2S olduğu üçün burada baxın, bizə deməli nə deyir? Bunu tərsinə fırlasaq, elə olduğu kimi istəyirmiş. Qabın dibinə düşən təzyiq qüvvəsini soruşur. Qabın dibinə düşən təzyiq, qabın dibinə düşən təzyiq qüvvəsindən azdır, çəkisi. Hə, ona görə 1-ə gedəcək, 1-də qüvvə təzyiqdən daha çoxdur. Ona görə 1-ə gedəcək S. 1-ə yazırıq S. Daha sonra gəlin indi 2 və 3-ü müqayisə eləyək həmçinin. Görək 2-də və 3-də. İkincidə görürsünüz ki, aşağısı S-dir, yuxarısı 3S-dir. Ona görə də müqayisə elədiyimiz zaman biz bunu deyərik ki, qabın dibinə düşən təzyiq qüvvəsindən çəki daha çox olacaqdır. Ona görə 2-yə gedəcəkdir, deməli B. Bir də ki, çəkisi daha böyük olacaq, düzdür? Çox olduğu üçün bir də D gedəcək. Üçüncüyə isə gedəcəkdir, artıq üçüncü qabda bərabər olduğuna görə. 1A gedər, çünki burası da S-dir, burası da S-dir. Ona görə də gedəcək bura A, qabın dibinə düşən təzyiq qüvvəsinə bərabərdir. Bir də ki, başqa nə gedəcək? Deməli, A gedər, bir də təzyiq, başqa nə şəkildə müqayisə eləyəcək? Burada gəlin baxaq. Deməli, baxın, təkrar deyirəm. Bir də gedəcək Y. Bir də ən kiçikdir. Çünki niyə? Üçüncü qabdakı mayenin çəkisi burada ən kiçik olacaqdır. Demək, 1-ə S gedəcək, 2-yə B, D, 3-ə isə A, Y. Yəni, birinci qabdakı mayenin çəkisi qabın dibinə düşən təzyiq qüvvəsindən az olacaqdır. İkinci qabdakı mayenin çəkisi təzyiq qüvvəsindən çox olacaq və ən böyük olacaq. 3-ə isə A ilə Y gedəcəkdir. Bu da bu şəkildə olar. İndi isə keçirik 16-cı sualımıza. 16-cı sualımızda isə bizə nə deyir? Deyir, uyğunluğu müəyyən edin. Su ilə dolu, ağzı bağlı qabı tərsinə çeviririk. S2 S1-dən böyükdür. Demək, artacaq nə? Qabı tərsinə çeviririksə, bu zaman qabın üfüqi səthə göstərdiyi təzyiq artar. Çünki sahəsi azalır. F bərabərdir, P vurulsun S-ə görə. P və S tərs asılıdır. Ona görə 1-ə gedirsə, təkrar edirəm, qabı tərsinə çevirdiyimiz zaman sahəsi neyniyəcək? Azalacaq. Və sahə azaldığı üçün təzyiq artır. 2-yə isə azalacaq nə? Sahə azalır deyə F-S-dən düz asılıdır. Ona görə təzyiq qüvvəsi azalar. 2-yə gedəcək B. Bir də ki, qabın dayanıklılığı azalar. Sahəsi çox olanda daha dayanıklı olur. Amma sahəsi azalanda dayanıklılığı azalır. Ona görə 1-də Y gedir. Üçüncüyə isə dəyişməyəcək nə? Dəyişməyəcək suyun qabın dibinə göstərdiyi təzyiq. Çünki hidrostatik təzyiqdir, ρ-H-dır. Və qabı hara fırlayırıqsa, bunun içərisində su var. Yəni, ρ-H-a görə ρ-su 1000-dir. Hara fırlasaq, ρ-su dəyişməz. J zaten dəyişmir və qabın hündürlüyünə bir H desək, qabın H-ı da dəyişməz. Ona görə B və Y gedəcək. Üçüncüyə isə dəyişməz nə? Y niyə getdi? Qabın dayanıklılığı niyə? Daha doğrusu. Hə, 2-ni dedik, 3-dəyik. Dəyişməyəcək nə? Suyun qabın dibinə göstərdiyi təzyiq. Hə, zaten bunu deyirdik. A gedir. Bir də ki,
qabın üfüqi səthə göstərdiyi təzyiq qüvvəsi dəyişməz. Çünki qabın səthə göstərdiyi təzyiq qüvvəsi bu qab bu şəkildə mj-dir. Qabı hara fırlasaq kütləsi və j-si dəyişmir deyə qabın üfüqi səthə göstərdiyi təzyiq qüvvəsi dəyişməz. İndi gəlin yenidən bir də başa yığaq. Demək, artara gedir S. Çünki niyə? Qabın səthə göstərdiyi təzyiq artacaq. P bərabərdir F böl S-ə görə. F-ə də mj deyəcəm. mj böl S. Burada qabın mj-si dəyişmir deyə F-i təzyiq qüvvəsi dəyişmir. Lakin P S-dən tərs asılı olduğu üçün tərsinə fırlasaq sahəsi azaldığından təzyiq artır. Ona görə 1-ə S gedir. Azalacaqdır qabın dayanıqlılığı. Çünki artıq onun sahəsi azalır deyə dayanıqlılığı azalır. Ona görə 2-yə Y gedir. Bir də ki, suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsi azalır. Dəyişməz suyun qabın dibinə göstərdiyi təzyiq. Çünki suyun qabın dibinə göstərdiyi təzyiq hidrostatik təzyiqdir. Bir də ki, qabın üfüqi səthə göstərdiyi təzyiq qüvvəsi də dəyişməz. Və beləliklə S-də olan sualların izahına baxdıq.